Novruzov Nazim, birinci yüksəliş müsabiqəsinin qalibiyəm. Bakalavr təhsilimi Dövlət Neft Akademiyasında informasiya mühəndisi olaraq, magistr təhsilimi isə Qafqaz Universitetində MBA üzrə almışam. Hal-hazırda Oxford Universitetinin strateji idarəetmə proqramında təhsil alıram. Mənə görə uğur yalnız və yalnız əzmli olaraq daimi inkişafdan ibarətdir. Hal-hazırda IT sahəsində özəl sahibkar olaraq fəaliyyət göstərirəm və 50-dən çox layihənin icrasında layihə meneceri və ya məhsul meneceri olaraq çalışmışam. Gənclərə tövsiyəm uğurlu ola bilmək üçün uğursuzluqlarınızdan dərs çıxartmağı öyrənin. Təşəkkür edirəm, həm də xoş gəlmisiniz. Ümid edirəm faydalı olacaq. Ona görə nəsə maraqlı, sizi maraqlandıran sual olsa, istənilən yerində müzakirənin saxlayıb sual verə bilərsiniz və ya fikriniz, tamamlayıcı bir fikriniz olsa, problem yoxdur. Mən elə bir mövzu seçmişəm ki, bu əslində ən önəmli problemlərindən biridir, komfort zonası. Lakin çox qəribə bir şey yaşayacaqsınız həyatda, ya müəyyən karyera mərhələsinə çatandan sonra görəcəksiniz ki, bu gənclik illərinin və ya müəyyən bir dönəmdə yetişmiş, misal üçün, Sovet ideologiyalı insanların problemi deyildi. Bu əslində profesional karyerada da var. Və bu həyatınızda hər zaman qarşılaşacağınız bir şey olacağından mən istədim bu mövzuda bir müzakirə aparaq. Əslində, komfort zonasını sadəcə bir sözlə ifadə eləmək kifayət eləyər. Komfort zonası insanın əslində bioloji tərəfinin insanı qorumaq üçün formalaşdırdığı bir, belə deyək də, mühitdir. Məsələ nədədir? İnsanda amigdala deyilən bir hissə var beyində. Amigdalanın vəzifəsi emosional reaksiyalar, bəzən deyirlər ki, qorxu, amma mən deyərdim ona müdafiə. Amigdaladan irəli gələrək insanda belə bir şey formalaşır müəyyən müddətdən sonra. Bəzən mühitdən, bayaqki mövzunun davamı kimi, bəzən ətrafdan, insanların sənə təsirindən, bəzən yetişdiyin ailədən, bəzən ola bilər prosta insanın özündən asılı olaraq. Çünki mən sizə bir söz deyim, heç də hər şey ətraf mühitdən, təsirindən formalaşmır. İnsanda bir çox xüsusiyyətlər var ki, o bioloji tərəfimizdir. Çünki araşdırmalar göstərir ki, hətta eyni yerdə doğulmaq, eyni təsirə malik qalmaqdan getmir söhbət. Eyni kəllə quruluşuna malik insanlar belə eyni qərarları verirlər. Misal üçün, Avropada belə bir araşdırma aparmışdılar və görmüşdülər ki, beyninin hər hansısa bir yeri daha fərqli olan, deyək ki, məsələn, amigdalası daha böyük olan insanlar eyni komandaya tərəfdarlıq edirlər. Yəni, qərarların verəndə, seçim edəndə, nəsə onlarda bir bioloji tərəf təsir göstərir. Mənim deyinmək istədiyim əsas nüans odur ki, komfort zonası ilə bağlı, burada bilməli olduğunuz əsas bir şey var. Bu, normal bir şeydir. Sizin orqanizminizin sizi qorumaq üçün formalaşdırdığı bir, belə deyək də, şəraitdir. Məsələ nədədir? İnsan həmişə təhlükəsizdə olmaq istəyir. Belə deyir, bir söz var, deyir, yaşamaq uğrunda mübarizə. Bədən bundan ibarətdir əslində. Bizim beynimiz, bizim orqanlarımız bir funksiya görür, özünü yaşadır və sonu çatanda da deyək ki, bitir. Amma biz o bədəni götürüb hansısa bir başqa fəaliyyətə apardıq. O enerjini, deyək ki, kompüter yaratmaqda istifadə edirik, kitab yazmaqda istifadə edirik. Bədən o kitab yazmağın dərdində deyil. Beyin səni yaşatmağın dərdindədir. Yaşatmaq üçün də müəyyən funksiyalar icra edir. Onlardan biri də komfort zonası formalaşdırmaqdır. Niyə? Çünki sən o mühitdə rahatsan, sən o mühitdə təhlükəsizlikdəsən, sən o mühitdə
gələcək təsirlərə qarşı hazırlıqlısan. Ona görə fikir versəz, cəmiyyətdə belə bir fikir var. Məsələn, özünü çox gözə soxma. Niyə? Çünki kənardan bir təsir gələ bilər. Olduğun yerdə qal. Bizim cəmiyyətdə xüsusən, yəni mən deyərdim şərq-qərb söhbətində mən deyərdim ki, önəmli şeylərdən biri odur ki, kənardakılar nə deyər? Deməli, belə bir araşdırma nəticəsi var. Gənclər, Cənubi Koreyanın təyyarə pilotları çox tez-tez qəza edirmiş. Araşdırmaya başlayıblar ki, niyə bu qədər qəza baş verir? Sonra müəyyən ediblər ki, bunlar hər hansısa bir çətinliklə qarşılaşanda heç bir halda rasiyanı işə qoşub soruşmurlar. Utanırlar bir növ. Belə çıxmasın, onlara deyə bilər kimsə ki, sən bunu bilmirsən və ya misal üçün, sən bunu necə etməli olduğunu bilməlisən. Buna görə soruşmurlar və qəza edirlər. Bunun üçün xüsusi bir komissiya formalaşdırılır və Cənubi Koreya pilotlarını bu təlimdən keçirdirlər ki, bu normal bir şeydir. Sən hansısa bir çətinliklə qarşılaşmısansa, bunu güllədən soruşmalısan və o sənə istiqamət verməlidir. Və indiki dövrdə Cənubi Koreya pilotları ən təhlükəsiz pilotlardan sayılırlar, təyyarə sürmək baxımından. Yəni, fikir verin, adicə bir cəmiyyətin sizə yerləşdirdiyi bir kod sizin uğurunuza necə təsir edir? Uğurunuzu qoyuna qırağa, həyatınıza təsir edir və özünüzdən əlavə ətrafa da təsir edir. Cəmiyyətin kodlarında sabitlik əsas rol oynayır. Bəs sizcə, məsəl üçün, ailəvizdən gördüyünüz Sovet cəmaatının ideologiyasında bizdə valideynlərimizin əksəriyyətində başqa nələr var ki, onlar bizi komfort zonasına itələyirlər və ya orada qalmağa sövq edirlər? Hər hansısa bir özünüzdən bir misal deyə bilərsiniz? Belə deyə bilərəm ki, mən universitetə qəbul olana qədər ümumiyyətlə şəhərə getməmişəm. Yəni niyə? Tək başına şəhərə getməmişəm. Çünki valideynlərim düşünürdü ki, mən Xırdalıda böyümüşəm. Mən Xırdalanın şəhərindən kənara çıxsam, başıma pis bir iş gələr, nəsə olar, harasa tək gedə bilmərəm. Elə ki, mən universitetə qəbul oldum. Mənim valideynlərim işləyirlər. Təbii ki, onlar mənə aparıb gətirə bilməyəcəklər. Və özüm başladım tək getməyə, tək görməyə şəhəri. Onlar açıq ki, mənim başıma elə böyük bir hadisə gəlmədi də. Yəni və sizində belə bir xatirəm var. Buna qayıdacağam, son da çox qəşəng söhbətdir. Bəli, biri budur. Həqiqətən ən azı bir əlavə 2 nəfərdən də fikir almaq istəyirəm. Siz zəhmət olmasa qayıdacağam. Bizim ailədə belə bir qanun var ki, yəni bu məncə Azərbaycan ailələrinin çoxunda belədir. Ailənin böyükləri hansı təhsil alırsa ya da ailə hansı seçim edirsə, övlad da o təhsili almalıdır. Məsələn, bizdə anam məni həkimliyə yönləndirirdi, amma mənim əvvəlcədən həvəsim var idi, həm də istedadım var idi deyə rəssamlıq üzrə təhsil almaq istəyirdim. Hal-hazırda rəssamlıq üzrə təhsil alıram. Əla seçim etmisən, özün qərar vermisən. Amma biz tamamlayıcı bir şey sual verim. Niyə istəkləri var idi? Heç düşünmüsünüz? Mən onu xalam qızından əsinlənib götürmüşdüm. O dizayn üzrə təhsil alırdı. Mən hal-hazırda rəsm müəllimliyi üzrə təhsil alıram. Seçimimdən də narazı deyiləm. Seçimimin arxasındayam. Düşünürəm ki, gələcəkdə bu peşəni yetərincə, layiqincə yerinə yetirəcəm. İnşallah, inşallah. Heç üzərində düşünmüsünüzmü ki, niyə valideynlərin belə olmasını istəyirlər? Nədir onları buna məcbur edən? Özünüzün bir fikriniz var o barədə? Çünki anam həkimlik üzrə təhsil almaq istəyib, amma müəllimlik üzrə təhsil alıb. Ailəsi icazə vermədiyi üçün. O da öz xəyalı olaraq mənim o təhsil üzrə yönəlməyimi istəyir. Sizin onun xəyalını davam etdirməyinizi istəyirdi. Aha, maraqlıdır. Bunun başqa tərəfini siz zəhmət olmasa? Mən eyni şeyi məndə yaşamışam. Mən ekologiya üzrə təhsil alıram. Yəni gəzməyi, hikingi və s. dağa dırmaşmaq və s. gəzməyi, təbiəti çox sevirəm. Amma ailəm mənə deyirdi ki, sən də get həkim ol, yaxud müəllim ol. Səbəb nə idi? Çünki fikirləşirdim ki, gələcəkdə mən iş tapa bilməyəcəm. Gələcəkdə iş tapa bilməyib, yaxud az pul qazanacağam, yaşam standartlarım aşağı düşəcək. Ki onlar istəyirlər ki, daha yaxşı yerlərə gəlim. Eyni şeyi mən də yaşamışam. Atam hüquqşünaslığa, anam həkimliyə sövq edib həmişə və mən də təbii ki, başqa istiqamətdə getmişəm. Amma sonradan mən izah eləyə bildim ki, mən öz istədiyim sahədə ixtisasda nə qədər ki, ixtisaslaşsam ki, çünki hər yerdə iş var, hər yerdə istədiyin qədər yüksək peşəkarlığa qalxdıqdan sonra istədiyin qədər maliyyə də ala bilirsən, hörmətində olur və s. digər nüanslarda da ki, irəli gedə bilirsən. Sizcə komfort zonasının təsiri var demə valideyninizin seçimində? Misal üçün, yaxşı maaş, yaxşı həyat deməkdir və ya iş tapmaq dediyiniz məsələ. Bu da komfort zonasına apar. Mən amma elə düşünmürəm. Çünki mən üçün
müəyyən qədər necə başa salımsa ki, mən ekoloq olaraq təbiətdə daha xoş vaxt keçirə bilərəm, nəinki məktəbdə 4 divar arasında. Çünki mən oturaq həyata öyrəşməmişəm. Mən daha çox gəzməyi, yaxud interaktiv əməyi və s. Həkim olub hansısa xarici ölkəyə gedib orada da işləyə bilərdiniz də, məsələn, o da gəzmək. Amma mən yenə də bir binada qalmaq istəmirəm də. Məsələn, 4 divarın arasında qalmaq istəmirsiniz əslində. Mən çay görmək istəyirəm, dağ görmək istəyirəm, heyvanlarla təbiətlə ünsiyyətdə olmaq istəyirəm. Bəli, eynilə. Eyni olaraq məndə də eyni situasiyalar yaşanıb, amma fərqli olaraq, amma 2 dənədir məndə. Biri əvvəlcə məktəb vaxtı mənim mahnıya çox həvəsim var idi. Hətta bir neçə festivallara qatılırdım, yer tuturdum. Amma təəssüf ki, ailəm deyirdi ki, üçüncü şəxslər nə deyər, filan kəs nə deyər, sən səhnəyə çıxsan necə olar? Və mən bundan təbii ki, yəni buraxdım bunu. Amma daha sonra isə universitetə qəbul oldum. Universitetə qəbul olandan sonra mən 2-ci kursum, amma 1-ci kursda olanda könüllü fəaliyyətlərinə qoşulmaq istirdim, inkişaf eləmək istirdim. Ailəm deyirdi ki, dərslərini buraxacaqsan, ortalaman düşəcək, ən çox ingilis dilinə məşğul olmalısan. Amma 2-ci kursa keçəndə özümü tapdım. Bir neçə könüllü fəaliyyətlərinə başladım. Bir neçə yerdə uğurlar qazanmağa başladım və ailəm bunu görəndən sonra özləri də gördü ki, yəni fikirləri dəyişdi. Bununla mübarizə aparmağın ən gözəl yollarından biri yadda saxlayın. Mən özüm də o mərhələdən keçdiyim üçün bilirəm və tez-tez biz indi mentorlarımız var, onlarla da vaxt keçirdirik. Bəzi universitetlərdən tələbələr seçilib bizlə vaxt keçirdirlər, fikir bölgüsü aparırıq. Bu problemlər hamısında var. Mən həmişə bir söz deyirəm. Alternativi təklif edin. Mən misal üçün həyatda ən sevmədiyim şey bir problemi görüb onu, yəni bu problemə oturub depressiyaya düşmək, ağlamaq, sızlamaqdır. Alternativi valideynə təklif eləməlisən ki, o da görə bilsin. Bir şey soruşacağım, səsiniz qalır yoxsa itib artıq? Hələ də var, məsələn, dostlarımla... Bəlkə bir şey zümzüm eləyəsiniz bizə? Dostlarımla eyni ortamda olanda eləyirəm. Məsələn, amma yenə ailəm deyir ki, yox, biz dost deyirik, onda belə çıxır. Məncə bir dənə alqışla zadla söyləyir. Belə deyim, hal-hazırda elə mövzuda ondandır. Komfort zonam deyil məncə. Hə, komfort zonu. Məncə əslində sona doğru komfort zonuna çıxmaq söhbətinə gələndə məcbur qalıb oxuyacaqsın. Əslində ən önəmli şeylərdən biri də bilirsiniz nədir? Pis deyil. Pis deyil bilirsiniz nədir? Bax o indi olduğum vəziyyət pis deyil də yola verir məni. İnsanlara fikir verin. Günlərini təsəvvür edəndə heç vaxt onlarda eşitməzsiniz ki, çox yaxşıdır. Yaxşıdır. Ya deyəcək pis deyil, ya da deyəcək çox pisdir. Çünki bu onları hərəkətə sövq etmir. Rahatlıqdır, stabillikdir, ola verir də. Gəlirəm evə, kinoma baxıram, çörəyimi yeyirəm, başımı qoyub yatıram, səhər gedirəm işə. Hər gündə şikayət eləyirəm, pis deyil, pisdir, pis deyil, pisdir, amma heç bir şeyi dəyişməyə çalışmıram. Nə özümdə, nə ətrafımda. Bu pis deyil. Mən deyərdim ki, bizim cəmiyyəti və bizə bənzər ətrafımızdakı cəmiyyətin ən böyük bəlasıdır. Fikir vermirsinizsə, biz özümüzü müqayisə eləyəndə həmişə zəiflərlə müqayisə edirik. Özümüzdən aşağı ilə müqayisə edirik. Heç vaxt özümüzdən üstünlə müqayisə etmirik. Özümüzün, necə deyərlər, bacarıqlarımızı bilmirik. Başa düşdüm, kəşf etmək lazımdır. Özümüzün imkanlarını hələ ki müəyyənləşdirməmişik, onu da anlayıram. Amma niyə müqayisə edəndə həmişə pislə müqayisə edirik? Və özümüzə deyirik ki, pis deyil də məndə yaxşıdır. İnsanlar özləri prosesdə iştirak elədiklərindən heç vaxt sonda deyə bilmirlər ki, mən səhv qərar vermişəm. Həmişə yola verəcək, pis deyil. Deyə bilmir ki, pisdir, çünki onda nəyisə dəyişməlidir. Deyə bilmir yaxşıdır, çünki onda motivasiyası olmalıdır, ekstra inkişaf olmalıdır. Deyir pis deyil, ortada da bir yerdə qalır. İnsan pis deyil cavabını qarşısına qoyanda bir şey fikirləşməlidir. Əgər insan şübhəsiz ki, fikirləşsə ki, hər gün mən pis deyil desəm, məsələn, bugün cavab verdim, çıxışda desəm ki, cavabım pis deyil desəm, bu mənim üçün bir mənalı olaraq xoşagəlməz olar. Əgər insan özündə o funksiyonu və o pisliyi görə bilirsə və zəifliyi görə bilirsə və bunun üzərində işləyirsə, məncə ən yaxşı tərəf də budur. Bunu görmək də sözün açığı bir lider üslubudur ki, insan bu özəlliyi özündə tapsın. Cavabı çox uzatmadan sizə bir sual vermək istəyirəm. Əsasən də mənim maraqlı gələn suallardan biri budur. Əksər hallarda bir neçə nümunə çəkdiniz ki, pis deyil deyə insanlar tərəfdar edirlər, amma burada bəzi gənclər sizin suallarınıza cavab verdilər. Mənə də maraqlı gəlir ki, siz ürəyinizə cavab olaraq pis deyil dediniz, yoxsa ancaq yaxşıdır, çox yaxşı dediniz?
Hamısına pis deyildiniz. Yox, orada siz necədir? Baxın, hər bir şeyin istisna hökmü dəyişmir heç vaxt. Hər hansısa bir şeylə bağlı bir hökm varsa, bizim orada hər hansısa bir halda istisnanın olması, misal nümunə deyim də, mənim çox qarşıya gələndə yıxılma ehtimalım var. Lakin mən ora yaxınlaşıb durub və yıxılmıramsa, bu o demək deyil ki, yıxılmayacağam. Və ya mən 5 dəfə gəlmişəm, yıxılmamışam, o demək ki, məndən sonra gələn də yıxılmayacaq. O istisna məsələsidir. Mənim hər bir şeyin müəyyən bir yeri var. Pis deyil, sənin əgər həyatına toxunacaq bir şeylə bağlıdırsa, komfort zonasıdır artıq. O sənə pis təsir edəcək, pisdir. Amma indi mənim sizin suallarınızın cavabına pis deyil deməyim, sadəcə razılıq bildirən bir şeydir. Yəni, nə sizi həyatımıza təsir etmir, nə mənə təsir etmir, belə pis çıxmasın, ortada bir sözdür. Yəni, amma ümumən götürsək, razılıq və ya qeyri-razılıq, mən pis deyil sözünü ümumiyyətlə istifadə etmirəm. Mənim bir yanaşmam var, həmişə müqayisə aparıram. Beynim həmişə analitik olaraq müqayisədədir, alternativdədir. Siz cavab verəndə mən düşünmürəm ki, bu pisdir ya da yaxşıdır. Daha yaxşısını başlayıram fikirləşmək ki, burada bunu desə, daha yaxşı olardı. Bunu stat gətirsə, daha yaxşı olardı. Məndən öncə çıxış eləsin, məndən sonra çıxış eləsin, oturub dinlədiyim spikerə də aiddir, tələbəyə də aiddir. İstənilən hala, hətta mən arxada deyək ki, oturub eşidirəm ki, tələbə bir-biri ilə söhbət eləyir, hansısa bir mövzuda. Özümə deyirəm, görən filan məqaləni oxusaydı bu fikri deyərdi. Pis deyil hissini mən daha çox universitetə yeni daxil olan zaman deyirdim. Çünki istədiyim bir ixtisasa qəbul olmamışdım. Aha. Və deyirdim müəllimlər baxır buna. Və belə ki, məndən valideynlərim soruşanda ki, necə keçdi günün universitetində, çünki bilirdilər ki, mən bunu istəmirəm və mən dedim ki, pis deyil, ya da kifayət qədər yaxşı idi. Daha sonra gördüm ki, yəni mən bunu davam etdirdikcə mən olmaqdan çıxıram. Və bunu dəyişməyə qərar verdim və özümü inkişaf elətdirə biləcəyim bir neçə proqram tapmışdım ki, mediada onlardan biri idi və artıq düşünürəm ki, birinci kursam və hələ 17 yaşım var. Məncə özümü dəyişmək üçün kifayət qədər zamanım olduğunu düşünürəm və pis deyil əvəzinə daha yaxşı olmaq istəyirəm deyə bilərəm. Özünün daha yaxşı versiyası. Bilirsiniz, bu nəyə bənzəyir? Hər zaman özünüzə bir sual verin. Həm edəcəyiniz hərəkətlərlə bağlı, həm də ümumiyyətlə etməyəcəyiniz hərəkətlərlə bağlı. Məsələn, sizə mane olurlar, etmirsiniz. Həyat bir dənə verilib. İkinci şansınız olmayacaq. Dünyanın inkişaf tempinə bir baxın. Ən çox hansı dönəmdə inkişaf eləyib? Mən həmin dövrü müharibədən sonraki dövrlər hansı olaraq... müharibə? Elə həm birinci dünya müharibəsi, həm ikinci dünya müharibəsi, hər ikisindən sonra böyük inkişaf nəzərdə tutulur. Məncə bir dənə hədiyyə get. Çox doğrudur. Buyurun. Bura Roma-Yunan müharibələrində əlavə eləyərdim. Çünki Niyə? Roma mədəniyyəti və Yunan mədəniyyətdə müharibədə İki mədəniyyətin çarpışması. Bəli, daha sonra inkişaf eləməyə başladı. Eyni zamanda səlib yürüşlərində də əlavə eləyə bilər ki, səlib yürüşlərindən sonra qərb mədəniyyəti şərq mədəniyyətinə böyük təsir göstərdi. Və qərb inkişaf etməyə başladı. Şərqdən götürdü. Eyni zamanda şahmat oynamağı və bir çox gigiyenik adətləri də onlardan götürməyə başladılar. Müharibə ilə başlayan bir şey onların inkişafına səbəb oldu. Halbuki Avropa işləmək qabiliyyəti olan böyük bir miqdarda kişi və cavanı itirdi səlib yürüşlərində. Amma bu eyni zamanda 2-ci Dünya müharibəsi, 1-ci Dünya müharibəsi. Amma necəsə oldu, onlar oradan daha uğurlu çıxdılar. Misal üçün, çox adam bilmir, 2-ci Dünya müharibəsində insan itkisinə görə Çin bütün Avropadan daha yuxarıdadır. Yaponiya, Almaniya elə böyük itki verməyiblər müharibənin başlamaqlarına baxmayaraq. SSR və Çin daha çox itki veriblər. Və onlara fikir verirsə, indi SSR-i mən saymıram, çünki o başqa bir prizmadır, amma Çini götürün. İndi başqa böyük ölkələr götürün, hansılar ki, bu müharibələrdən keçməyiblər. Fikir verirsiniz, çox çətinliklə inkişaf edirlər. Misal, nümunə Hindistan. Çinlə heç vaxt rəqabət apara bilmir, çünki heç bir içərisində ciddi bir, təbii ki, mən Qandini dönəmindəkiləri demirəm, orada azadlıq müharibəsi idi. O, Türkiyənin verdiyi azadlıq müharibəsi kimi bir şeydir. Lakin Amerikanın inkişafında onun vətəndaş müharibəsinin rolu var. Birinci, ikinci Dünya müharibəsinin rolu var. Avropanın inkişafında həmçinin. Avropa bu dəqiqə çox güclü bir cəmiyyətdirsə, bunun əsas səbəblərindən biri müharibələrdir, o problemlərdir. Fikir verdiniz müharibə vaxtı bizdə Azərbaycanda tolerantlıq deyirik, biz güclü bir hissəmizdir. Həqiqətən xaricdə olanda bunu görəcəksiniz. İnşallah xarici səfərlərdə, təhsildə falan onda bir şey görəcəksiniz ki, tolerant və stabil bir mühit, asayişin olması, belə deyim, stabil deməyim, çox önəmli bir şeydir. Amma o müharibələri görməyimiz də bizi tətikləyir.
Başqa bir nüans Azərbaycanla bağlı bilirsiniz nədir? Keçirdiyimiz yarışlar. Fikir verirsiniz, istəyir Avroviziya olsun, istəyir Baku 2015, 2017, bu KOP olsun. Nə qədər Azərbaycanı atır irəli. Nələri ki 10 illərlə əldə edəcəkdik. Bəli. 10 il keçəcəkdi ki biz ora çataq. Həmin anda o tədbiri keçirtmək üçün çəkilən enerjinin eyni anda yığıb partlayış etməyimiz bizi 1 ilə 10 il qabağa atır. Konfort zonasından sonra nə varı keçməmişdən öncə necə keçəcəyik? Çünki fikir versəz, konfort zonasından çıxmaq üçün belə deyək də, müəyyən bir yanaşma çərçivəsi var və orada deyirlər ki, qorxu zonası başlayır, öyrənmə zonası və artıq inkişaf zonası. Yaxşı, bəsit bir şey götürək. Konfort zonasından qorxu zonasına keçmək üçün insan nə etməlidir? Komfort zonasından qorxu zonasına ancaq bir şey ola bilər ki, maraq cəlb eləsin. Yəni sənə başqa bir maraqlı bir şey cəlb eləsin ki, sən komfort zonasından bir motivasiya qaynağı olsun. Bəli, bəli. Stabilliyi düşünmürük. Artıq daha böyük planlarımız var. Bunlar bizi inkişafa sövq edəcək. Ona görə də daim inkişafda olun, qorxmayın. Həyat ölümdən başqa hər şeyin çarəsini verir adama. O Yəhudilərdə bir atalar sözü var. Əgər bir şey pulla həll etmək olursa, o problem deyil. Yəni sən pulunu verib həll edə bilirsən, o problem deyil. Problem odur ki, sən onu həll edə bilməzsən. Ola bilər ki, bu nəyinsə başlanğıcı olar. Ən azı mühitdə bir-birimizlə tanışdıq və ya buradan çıxanda başımıza gələcək hər hansısa bir yenilik, yaxşı bir şey və ya burada əldə etdiyimiz bir nəticə. Hədiyyələrə gəldikdə mənim həyatda ən çətinlik çəkdiyim şeylərdən biri bu tip mövzularda qərar verməkdir. İstənilən strateji mövzuda qərar verə bilərəm, amma bu. Burada çünki bir məsələ ondadır ki, bütün auditoriya sənə baxır və sən seçim etməlisən. Məcbur 4 nəfər seçəcəm, inciməyin. Təbriklər, uğurlar. Başqa, gəl. Ümid edirəm, fayda götürdünüz. Bu da kiçik bir, necə deyirək, gəlin. Siz sağ olun. Düşündüyüm bir dənə mahnıya görə sən hədiyyəsiz qoyacaq. Ümid edirəm, fikrimi dəyişərsən. Ən azı gələcək verilişlərdə. Uğurlar, bir daha təşəkkür edirəm. Bir məsələ, yaxşı yadıma düşdü. Gəlin bir şəkil çəkdirək.